En güzel nəsihət Allahın və Rasulunun nəsihətidir, düzdür? Şeyxülislam İbn Teymiyyə rahimehullaha bir nəfər alim qardaşlarından biri, adını unuttum, subhanallah. O da alim idi əslində. Məktub yazır. Məktub yazır ki, mənə nəsihət elə. Şeyxülislam da götürür, kiçik bir kitab yazır. Sizcə o kitabda nəsihət nələrdən ibarət idi? Deyir ki, ən gözəl nəsihət Allahın və Rasulunun nəsihətidir. Bir neçə ayət, bir neçə hədis məktubu bağlı göndər ona. Fikir versiniz. Yəni, əslində biz müsəlmanlar, biz qardaşlar, Allahımızı var eləsin, qorusun. Yəni, Allahın və Rasulunun nəsihətlərindən kifayətlənməliyik. Allah Quran-ı Kərimdə buyurur ki, İnnəməl mu'minuna ixva. Həqiqətən möminlər qardaşdır. Möminlər qardaşdırlar. Qardaşlığı qorumaq, qardaşlığın qədrini bilmək. Yəni, bunun üçün də dua eləmək lazımdır. Bəzən o bayaqki məsələyə qayıdır da, günahlarımız da səbəb olur. İnsan günah eləyir, istər-istəməz o müsəlman qardaşını göbultulur hardasa. O, Sufyan Sövri, rahiməhullah, səhv eləmirəmsə, deyir ki, sənə deyir, qardaşının tərəfdən nəsə bir şey olarsa deyir, sən deyir, özünün də günahlarını fikirləş deyir. Özünün günahlarını fikirləş ki, nəsə eləmirsən deyir, Allah onu musallat edib sənə deyir. Yəni, bu məsələlər hamısı günahlara qayıdır. Qaldı ki, amma insan ümumi olaraq, yəni qardaşlar arasında mehribansızlıq eləmək lazım. Çoxlu şəkildə təğafül eləmək lazım. Görməməzliyə vurmaq. Ən yaxşı ilacı budur. Hətta Şeyxülislam İbn Teymiyyə bilsin nə deyir? Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, deyir ki, qardaşından deyir sənə bir yaxşılıq gəlsə, bu ayəti xatırla. Hansı ayət? İnnəməl mu'minuna ixva. Qardaş, həqiqətən möminlər qardaşlar. Amma pislik gəlsə deyir, onları deyir, insan kimi deyir, mömin kimi, o insan kimi fikirləşdir. Demək, kim tapar onun cavabını sizə? Əhsən. Allah bütün ayətlərdə insanları məzəmmət edib. Bütün ayətlərdə. Heç bir yerdə yoxdur ki, insan tərif olunsun. Deyir, görsən ki, deyir, sənin qardaşın deyir, yaxşılıq eləyir. Deyir ki, bu ayəti fikirləş. Həqiqətən möminlər qardaşdır. O sənin doğma qardaşın kimidir. Amma görsən ki, deyir, nədir? Sənə pis deyilib, deyir, o insan kimi onları rəftar elə. İnsan da heç olmaz. Onsuz Allah onların haqqında xəbər verir. Bu da onlardan biridir. Ümid edirəm ki, fikrimi çatdıra bildim.